Mama, siz papa ilə niyə tez-tez dava edirsiniz? Qızım, mən sizin gələcəyiniz üçün çalışıram. İstəyirəm ki, çətinlik çəkməyəsiniz. Tək papana ümid olub yaşasaydıq, hal-hazırda evsiz eşiksiz bayırda qalmışdıq. Mama, biz həmişə burada qalacağıq. Bəs mənim podruqalarım, daha onları görməyəcəm. Vokal, gitara kurslarım, bəs onlar necə olacaq? Sən deyəsən, mənim dediklərimə düzgün qulaq asmırsan ha. Hələ başımıza soxacaq bir ev tapmışıqsa şükür elə. Padruqalarınla da görüşəcəksən də. Amma artıq baxalım məkanlarda yox. Qız-qıza çay filan içərsiz bəs eləyər. Kurslarına da qaldıqda bir yol taparıq. Görə elə başımıza nə gəlir. Sən niyə susmusan? Niyə heç mi danışmırsan? Nə danışmalıyam ki bəyəm? Vəziyyətimizə baxanda hər şey ortalıqdadır. Bu bir-iki gündə neynədin? Nə gördün? Uyğunlaşa bilirsən heç olmasa bura. Hə, həm də çox gözəl uyğunlaşmışam. Hələ məktubla öz eşqini etiraf eləyəni demirəm. Ucu eşq etirafı da alırsan? Danış görək nə məsələ? Of mama, heç nə. Avaranın biridir. Nə işi var, nə pulu var. Avaradırsa rədd eləyərdin də gərək. Bizim avaralarla nə işimiz var? Narahat olma mama. Onsuz bizdə alınmaz dedim. Həm də avara olmağı bir yana, özü də axmağın biridir. İlk verdiyi eşq məktubunun içində bazarlı siyasi çıxdı. Sonra da gəldi, ay kağızlar qarışıb, ay nə bilim nə oldu. Mən də rədd elədim ki. İndi neyniyəcək? Plan nədir? Plan belə ki, deməli Səlmini qısqandıracağıq. Səmilən qızla özü səmimi söhbət edən yerdə görsə 100% səni qısqanacaq. Sonra da səni geri qazanmaq istəyəcək. Elə yox Səlmi məni pulum olmadığı üçün istəmir. Qızım buna nə dəxli var Bu elə. Onda bu plan artıq getdi. Qardaşımın həmişə B planı var. B planı? Nur hardasan? Otura bilərəm. Bilmək olar hansı kitab oxuyursun? Sinesteziya. Bəs siz? Dərviş Şəntəçi. Yapayım da yox idi. Qızsa çox gözəldir. Maraqlıdır. Hə? Çox maraqlı hekayəsi var. Elə mən də yenicə oxuyub bitirdim. Roman oxumaq sevirsinizsə, siz oxumağa verə bilərəm. Tanımadığınız birinə necə kitaba etibar edə bilərsiniz? Bəlkə götürdüm, heç qaytarmadım. Onda necə? Adım Ömür. Səlmi. Şad olun. Yenə də kitabı qaytaracağımı biləcək qədər tanımırsınız məni. Onda istədiyəm olsun. Çox sağ ol. Bura tez yaşayır. Yox, sadəcə bu aralar heç nə istədiyim kimi getmir. Kömək edə biləcəyim bir şey varsa buyurun. Yox, çox sağ ol. Mən getsəm yaxşıdır. Kitaba görə də çox sağ ol. Sizi birdən nə vaxt görə bilərəm? Bilmirəm. Mən hər gün bu saatlarda burada oluram. 1 saat falan kitab oxuyub gedirəm. Yavaş gəl, çatamıram sənə. Deyirəm ki, yavaş gəl, nəfəsim kəsildi. Nura, yarışmadın da adamı. Mən neynəsəm indi? Sumkam hanı? Tuta bilmədim. Nə qədərdim, çata bilmədim. Amma sənə söz, sumkanı sənə geri gətirəcəm. Necə gətirəcəksən? Day getdi. Sən necə bacarıqsız adamsan ki, bir dənə adamı tuta bilmədin? İsmail mənə görəsən nə deyirdi? Resuzun əlinə heç nə eşitmir. Sumka da qaldı məndə. Zəng eləyim bir görüm ona nə deyirdi. Bağışla, bunu açmalıyam. Telefonun vaxtıdır, sumkam getdi. Bu telefonu açsam, o problemi də həll eləmiş olacam. Hardasan sən? Burada yaxınlarda ya. Gör nə deyirəm Bayaq arxamda qaçanda nə deyirdi? Resuzun əlindən heç nə eşitmədi. Tez məhəlləyə gəl, gözləyirəm səni. Mənə bax Sən neynədin? Gəlinbazın gözünə girə bildin? Girdim. Sən gəl, o sumkanı sənin yoxacam. Mən neynədim Telefonu üzümə nöş söndürür. Mən buna görə başıma Resuz taxıb oğurluq eləyirəm. Bunun elədiyi hərəkətə bax. Biz planı belə qurmuşduq. Başa düşmədim. Sumkanın uğurlanması bir dənə oyun idi. Siz necə adamsınız?
sumkanı ver də. Ha, sumkanı desə, bunun da niyə göz qaş eləyirsən? Dinə sumkanı ver də. Day səni 10 metr yaxınlığımda görməyim. Всё. Haqlısan gəlin bacım. Mən də ona dedim, amma başa düşmədi ki. Elə səni də. İkimin gözüm görməsin sizi. Mən nə etdim? Gəlin. Nə olub qızım? Niyə keyfin yoxdur? Heç nə mama, heç nə olmuyor. Yo, görürəm axı, sənə nəsə narahat edən bir şey var. Danış gör, nə olub? Sahildə idim, kitab oxuyurdum. Bir oğlan yaxınlaşdı. Harda işləyir? Nə qədər maaş alır? Mama, maaşın yeridir. Qızım, indiki zamanədə ən önəmlisi puldur, maşındır, evdir. Məncə ən önəmlisi sevgidir. Pul da bir anda qazanmaq da olur, itirmək də olur. Necə ki papa itirdi. Atan ağılsız olduğu üçün itirdi. Sən mənim səhvlərimi təkrarlama. Çalış, imkanlı bilsinə gel. Yavaş-yavaş hər şey öz adına keçir ki, kişinin səndən asılacağı olsun. Yaxşı da mama, ancaq elə pul nə qədər olar? Sən elə cavansan. Həyatı dərk eləməmisən yaxşı. Vaxt gələcək, mənim dediklərimi gələcəksən. Adam deyilsə deyirəm. Babat bir dənə plan qurmuşdum. Yaratmadınız adamı. Mən nə etdim? Retuzdan heç nə eşitmirdim. Orada eşitmək lazım deyildi. Biz planı necə qurmuşduq? Sən məni gözləməli idin. Onsuz da nə etsəm də xeyri yoxdur. Retuzu başına keçirdən mən. Bu da mənim sağolum. Dayanın. Bu da bu planı kim quracaq? Özüm də eləyəcəm. Nə plan? Durun gedək yolda izah eləyərəm. Bu dəfə mənsiz. Əzim bilərsən. Neyəcəyik biz? Ay, plan öz ayağımıza gəlib. Necə yəni? Abi bir dəqiqə dayan o. Bu qonşu qızının 3-cü bölüm 5 ayda niyə çıxmır? Nə bilim, mənim qaqaşım. Rejissorumuzdur da 5 ayda çıxıb gəlib xaricə, 5 aydan sonra gəlib. Biz də məcbur indi çəkirik. Tezləşdirin də qaqaş. Belə getsə 3-cü bölüm hələ bir 5 ayda gələn deyil. O 2 nəfər görsən, nəzərini narahat eləyir. Gedib onları döyürsən, o da gedir bacısına deyir. Beləliklə də qızın gözündə yüksəlirsən. Xəstəsən sən. Onlar ikidir, mən tək onları nə edəcəm? Ha, onlar ikili, biz də üçük də. Gözlə bir dəqiqə. 2 nəfərin üstünə 3 nəfər getmək kişilikdən deyil. Siz söhbətinizi eləyin. Nəsə olsa mən oradayam. Bir dənə fit salarsınız, gələcək. Ha, problem yox. Gedək. Qaqaş. Sizə bir dəqiqə olar. Buyur qaqaş. Hanımı niyə narahat edirsiniz? Sən elə gediyoruz işinlə məşğul ol. Necə yəni sən? Pusat, ikiniz də burada sürüyərəm ha. Nə dedin?